Həkim onu araşdırmalıdır ki, hansı miqdarda doz aşımı olub. Əgər yüksək miqdardadırsa, gecikdirmədən mütləq şəkildə həkimə müraciət etməlidir. Yox, tutaq ki, bir doz əvəzinə artıq ikinci bir dozu da veribsə, o zaman növbəti dozunu atlayacaq, bol maye verəcək və uşağı təqib eləyəcək. Yəni uşaqda əlavə simptomlar əmələ gəlmirsə, ürək bulanma, qusma, baş ağrısı, halsızlıq, məsələn, o valideyn böyrəkdə ağrıdan şikayət edir. Bol maye verəndən sonra özü yığıb bizə bildirmişdi ki, hə doktor, səhərsi günü o şikayətlər gerilədi və problem aradan qalxmışdı. Ən yaygın olan yanlış da ondan ibarətdir ki, valideynlər uşağı qusturmağa çalışır. Qusturmağa çalışdıqlarında birincisi həm uşağa psixoloji travma vurmuş olurlar, həm də mədə mühtəviyyatı zaten tuş bir mühitdir. Tuş bir mühitdən qida borusuna, ağıza gələn dərmanla qarışmış mühtəviyyat qida borusunu yandıra bilər. Ona görə gözləmək daha yaxşıdır və yaxud da ki, əlavə olaraq antidot axtarırlar. Hər dərmanın da antidotu yoxdur.